Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri 20 sınaq DİM test kitabçasının 3-cü qruplar üçün buraxılmış 20 sınaq test kitabçasının 5-ci sınağının izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların, bu tərzdə dərs izahlarının, test izahlarının, sınaqların izahlarının davamının gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Keçək sualların izahına. Sual 1. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin nəticələri. Biz bu suala cavab taparkən birinci bunu bilməliyik. Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərib. 1990-cı ildən deputat kimi işləyib. 91-ci ildə Naxçıvan Ali Sovetinin sədri oldu. Ta ki 93-cü ildə Respublika rəhbərliyinə qaydana kimi, yəni 15 iyuna kimi Naxçıvanda fəaliyyətdə olub. Həmin illərdə Türkiyə ilə apardığı danışıqların nəticəsində 1992-ci ilin may ayında Sədərək Dilizu, yəni Ümid Köprüsü açılıb. Bir də Rusiya ilə apardığı danışıqların nəticəsində Naxçıvanda olan rus qoşunları Naxçıvanı tərk ediblər. Cavab olacaq burada 2-3, yəni C variantı. Növbəti sual. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi tədbirləri, mədəni tədbirləri. Abituriyentlərin ən çox çaşdığı hissələrdən biridir bu məsələlər. Sosial-iqtisadi tədbirləri, mədəni tədbirləri. Bəzən görürsən sosial-iqtisadi tədbirləri soruşur, mədəni də ora yazırlar. Mədəni soruşur, sosial-iqtisadi yazılır. Diqqətli olmaq lazımdır burada. Tədbirlər. Ölkə arasında azad ticarətə icazə verilməsi. Bəli, 1918-27 iyunda verilmiş dekretləndir. Bu doğru cavabdır. 2. Düzdür, AXC-də məktəblər milliləşdirilib, amma məktəblərin milliləşdirilməsi mədəni, elmi tədbirdir. Bu olmaz. Senzura ləğv edilib mətbuatda. Amma senzuranın ləğv edilməsi də mədəni tədbirdir. Olmaz. Ona görə biz 2 dənə cavabı burada çıxardırıq. Bir də boş olacaq A variantı. Mədəni tədbirlər. Bəli, AXC-də Türk Ocağı Cəmiyyəti olub. AXC-də Latın əlifbasına keçməyib. AXC-də əlifba islahat komissiyası yaradılıb 1919-cu martında, amma Latın əlifbasına keçid baş verməyib. Yəni əlifbaya keçməyiblər. İlk milli kitabxana, bəli, 1919-cu ildə AXC-də ilk milli kitabxana fəaliyyətə başlayıb. 1A, 2AC. Cavab olacaq A variantı.